5000'ə maşın almaq və yaxud 5000 pulu mühərrikə qoymaq bu hər kəsin öz şəxsi fikridir. Amma qaldı ki, Bakı küləklər şəhəridir. Neyniyək ki, tozlu havada maşın sürməyək ki, motoru tozlu olacaq. Bu tamamilə səhv fikirdir. Gəlin sizlərə hava filtri nədir, nə əhəmiyyət daşıyır, onu bilməyənlər üçün də, bilənlər üçün də izah edeyim. Yəni bəlkə yeni nəsə öyrənərsiniz. Hava filtri mühərriki tozdan, qumdan və yaxud havada olan kiçik çirklərdən qorumaq üçündür. Hava filtri tutularsa mühərrikə oksigen getməyəndə mühərrikin performansı düşür. Çirkli hava filtrinin əlamətləri nələrdir, onları izah edirəm sizə. İlk olaraq mühərrikdə yanacaq sərfiyyatı artır. Əgər siz də avtomobili sürərkən hiss eləsəz ki, yanacaq sərfiyyatı artıb, o zaman ilk olaraq hava filtrindən şübhələnə bilərsiniz. Nəyə görə yanacaq sərfiyyatını artırır? Lazımi qədər oksigen çatışmadığına görə. Mühərrik, yəni farsunqa artıq yanacaq verərək hava çatışmazlığını kompensasiya eləməyə çalışır. Bu da yanacaq sərfiyyatının artması deməkdir. Yəni siz də bunu hiss eləsəz, hava filtrinə baxa bilərsiniz. İkinci şərt, mühərrik avtomobil zəif sürətlənir, dartmır. Bu da hava filtrinin əlamətlərindən biridir. Üçüncü şərt, mühərrik səsli işləməyə başlayır. Yəni birinci variantda dediyim kimi, yanacağı artıq verdiyinə görə mühərrikin səsi artır. Əgər siz də mühərrikin səsli işlədiyini hiss eləsəz, ilk olaraq yenə hava filtrinə baxa bilərsiniz. Dördüncü variant isə kurşit eldən qara tüstü verir. Əgər sürərkən güzgüdən hiss eləsəz ki, arxadan qara tüstü buraxır, bu zaman yenə ilk olaraq hava filtrinə baxa bilərsiniz. Beşinci şərt isə priborda cekin işığı yanır. Kütləvi hava axını sensoru, yəni Vozdxammer, borudan keçən havanı düzgün saymadığına görə, yəni səhv siqnal verdiyinə görə beyinə. Bu da priborda cekin işığını yandırır. Əgər sizdə də belə bir hal olarsa, ilk olaraq yenə hava filtrinə baxa bilərsiniz. Hava filtrini vaxt-vaxtına dəyişilmədikdə nə ola bilər? Mühərrikdə yanma prosesi düzgün getmir, yəni alışma düzgün getmir, mühərrik düzgün işləmir. İkinci olaraq, karbon qalığı yaratmağa başlayır, yəni naqar yaratmağa başlayır. Porsche-nin başında, yanma kamerasında, klapanların ətrafında, farsunkaların uç hissələrində naqar yaratmağa başlayır. Bu da mühərrikin ömrünü azaldır. Üçüncü olaraq, kütləvi hava axını sensoru, yəni Vozdxammer sıradan çıxır, işləmir və əlavə xərc olur ki, onu dəyişməli olursan. Dördüncü olaraq isə yanacaq sərfiyyatını %10-20% artırır. Əgər çox uzun müddətli şəkildə dəyişilməzsə, mühərrikə ciddi zərərlər vura bilər. Hansı ki, videoda paylaşmışdım, gilizi yəni bərbad vəziyyətə salır, Porsche-lərin suratını bərbad vəziyyətə salır, yəni mühərrik sıradan çıxır bir sözlə. Bəs hava filtrini nə vaxt dəyişməliyik? Normal yerlərdə, yəni toz olmayan, torpaq olmayan yerlərdə 10.000-dən 20.000 kilometrə kimi sürə bilərsən. Yəni istəsən 10.000 kilometrdən bir dəyişə bilərsən, istəsən 20.000 kilometrdən bir dəyişə bilərsən. Yəni normal şəraitdə 20.000 kilometrə qədər sürməyə icazə var. Əgər tozlu, küləkli yerlərdə, yəni qardaş hansı ki yazdığı kimi Bakı küləklər şəhəridir, Bakıda 7000 kilometrdən bir və yaxud 10.000 kilometrdən bir, hansı ki 10.000 kilometr 2 yağdan bir deyirik. 2 yağdan bir hava filtrini dəyişməlisən. Üçüncü variant isə əgər vizual olaraq görürsən ki, hava filtri çirklidir, yəni nəsə iş görürsən, hava filtrini açıbsan ki, çirklidir. Bu zaman təmizləyirsən. Əgər təmizləndiyindən əminsənsə, yerinə qoya bilərsən. Yox, əgər şübhən varsa ki, təmizlənməyib, bu zaman hava filtrini dəyişməlisən. Hava filtri çox kiçik bir hissə olaraq görünə bilər, amma mühərrikin sağlamlığı üçün yəni böyük bir parçadır. Yəni onu siz vaxtı-vaxtında dəyişməklə həm avtomobilin ömrünü uzada bilərsiniz, həm də ki, böyük xərclərdən, böyük problemlərdən qənaət eləmiş olarsınız. Bu qədər. Əgər videodan nəsə öyrəndinizsə, bəyənib dəstək ola bilərsiniz. Təşəkkürlər.